Danışanda elə danışırıq ki, ya bu dünyamıza xeyir olsun, ya da axirətimizə. Yox, əslində yaxşıdır. Əli əleyhissalam bəyənmir. Deyir, biz də danışmırıq. Danışanda elə danışırıq. Həm bu dünyamıza xeyir olsun, həm də axirətimizə. İlahi, mənim üçün o həzrəti şəfaəti qəbul olunan bir şəfaətçi qərar ver. Peyğəmbər sallallahu aleyhi və aleyhi mənim üçün sənə çatılacaq asan, rahat, geniş yol qərar ver. Bədbəxt o insan ki, axirətini dünyaya qurban verir. Ondan ötürü bədbəxt budur ki, öz axirətini başqasının dünyasına qurban verir. Sən elə yolu getməlisən ki, nəticədə sən ona böyük qardaşlığın, yəni sən dini qorumalısan, bəli. Bu yol səndən böyüməyi tələb edir. Nəfsiniz bir şey istəyir, amma heç qəbul da eləmirsən nəfsində. Deyirsən, elə ağlım bunu istəyir, bədbəxtçilik. O içəridəki o gərginlik var, o təb gəlir, qızdırma gəlir, o ümid yerir. Namaz insanı pislikdən çəkindirir, günahdan çəkindirir. Namaz insanı qoruyur. Amma İmam Hüseyin üçün deyilən söz budur ki, sən şəhadət verən gün sən namazı saxladın. Qorudun. Namazı qorudun. Sizin əgər suyunuz çəkilərsə, yerin dibinə gedərsə, kim sizə o suyu, axar suyu göndərə bilər? Ziraat, yəni birbaşa insanın qəlbi düzəlsə, onun bütün əməlləri düzgün olacaq. Dığ illər yağışı tək quruyub göz yaşımız. Çuyi eşqində gərək bir də müsəllaya gəlir. Ağıl haqqa tabi olmaqla təkmilləşir.